Çox sağ olun. Təşəkkür edirəm. Uğurlar arzu edirəm. Çox deməyəcəm. Bir kəlmə ilə istəyərəm uşaqları təbrik edir. Gəlin, balaca səhnənin böyük aktyorlarını alqışlayaq. Tam səmimi deyirəm, uşaqlar, tam səmimi deyirəm. Yəni, aktyor yoldaşlarımız da buradadır, təsdiqləyərlər ki, böyük aktyorların da böyük səhnədə səhvlər olur. Hər şey ideal deyil, amma çox gözəl, əla, ritmi, bu tempi saxlayın. Hər şey əla. Hər şey əla. Bundan da böyük səhnələr arzu edirəm sizə. Amma o axırda bir su itələmək o biraz çox oldu. Çünki aktyorlar olsa axırda onu eləyirlər, bir-birlərə qarşı. Sizdəki o bayaq mahnıları babat oynayırdınız. Boynumuza alın ki, razıyız o mahnılarla. Budur. Uşaqlar bu günləri reallığı göstərdilər. Yəni, ürəkdən alqışlayalım. Ben de işte göstermeyeceğim. Yakın gel. Salamlayıram hər kəsi. Nəzərinizə çatdırmaq istəyirəm ki, mən bu kənddə doğulmuşam. 65 ildə bu kənddə təhsil almışam və ilk dəfə bu səhnəyə çıxmışam. İlk dəfə və yadımdadır ki, bizim müəlliməmiz, ədəbiyyat müəlliməmiz Ayna Sultanova, Allah ona rəhmət eləsin, çox gözəl bir xanım idi, müəllimə idi, insan idi.